Salam şagirdlər və müəllimlər. İndiki baxdığımız mövzu bizim xəritələr mövzusudur. Xəritələrlə bağlı bəzi mövzulara deməli baxacağıq. Deməli, ilk növbədə biz ölkələri tapa bilmək üçün əvvəla açar məqam nədir? Biz dənizlərin yerini müəyyənləşdirməliyik. Məsələn, Qara dənizi və yaxud da Xəzər dənizinin yerini, Aralıq dənizinin yerini müəyyənləşdirsək, adətən verilən suallar onların ətrafında yerləşən ölkələrdən ibarət olur. Qara dəniz varsa, məsələn, biz qədim dövrdən götürə bilərik nəyi? Burada Gecişahlığını, Orta əsrlər dövründə Osmanlını və yaxud da müasir dövrümüzdə Türkiyəni götürə bilərik. Türkiyə ilə bərabər eyni zamanda baxın, bura Aralıq dənizidir. Aralıq dənizinin şərqində yerləşən Suriyadır. Eyni zamanda burada bu xəttdə Fələstindir, İsrail də burada yerləşmiş olur. Eyni zamanda bu ağ yer Iordaniya ərazisidir. Məsələn, bizə düşmüş ola bilər hansı ərazilər? Tutaq ki, Ərəb-İsrail müharibələrində Colan təpəliklərinin tutulduğu ərazi Suriyaya məxsusdur və yaxud da qədimdə Hitt şahlığı ilə Misir arasında, Misir görürsünüz, Aralıq dənizinin cənubunda yerləşir, cənub-şərq hissəsində hətta yerləşir və Misirin və Hitt şahlığının mübarizə apardığı ərazi Suriya ərazisi idi. Suriyanın qonşusu, baxın, İraqdır, İraq İrandır. İran, bax, tap yerini müəyyənləşdirmək üçün Xəzərin cənubuna baxmalıyıq. Ki, bilirik ki, bizim cənub qonşumuz İrandır. Ümumiyyətlə, bir dövlətin ərazisini xəritədə müəyyənləşdirə bilmək üçün ilk növbədə həmin dövlətin paytaxtına baxmaq lazımdır. Paytaxt hansı şəhərdirsə, tutaq ki, biz onu götürməliyik. Məsələn, Səlcuq imperiyası deyilində bizim ağlımıza bəzən Anadolu, Alparslan gəlmiş ola bilər, tutaq ki. Amma biz bilməliyik ki, Səlcuqların paytaxtı hansı şəhərlərdir? Nişapur, Rey, İsfahan. Yəni, indiki İran şəhərləridir. Deməli, avtomatik biz İran ərazisini götürməliyik. Artıq Anadolunu götürməyəcəyik. Düzdür, imperiyanın sərhədlərinə daxildir. Ancaq mərkəz olaraq biz buranı götürməliyik. Daha sonra bura isə Qırmızı dənizin sahillərində yerləşən Ərəbistan yarımadası, yəni Səudiyyə Ərəbistanının ərazisidir. Digər bir xəritə Azərbaycan tarixi ilə bağlıdır. Xanlıqlar dövrünə aiddir ümumiyyətlə. Bir saniyə. Biz burada nəyi qeyd edə bilərik? Bizdə nəyi soruşur? 3-cü Samirzə üsyanını yatırmış şəxs tərəfindən yaradılan xanlığı soruşur. Bəli, bilirik ki, bu 3-cü Samirzə üsyanı Əmir Arslan xan tərəfindən əsası yatırılıb və o hansı xanlığın əsasını qoyub? Təbriz xanlığının əsasını qoyubdur. Təbriz xanlığını isə burada biz hara götürəcəyik? Götürmüş olacağıq. Bilirik ki, Təbriz Urmiyanın mərkəzindən yuxarıya doğru yerləşmiş olur. Yəni, 3 ərazisi avtomatik olacaq Təbrizin ərazisi. 4 ərazisi, məsələn, Göyçə gölündən xatırlayırıq İrəvan. İrəvan varsa, burada isə Naxçıvan yerləşmiş olacaq avtomatik. Urmiya gölü sahillərində isə olacaq Urmiya xanlığı. Urmiya ərazisi olmuş olacaq. Bura isə yerləşmiş olur Xoy xanlığıdır. Bura Makov, bura isə Xoy xanlığının ərazisidir. Burada isə Ərdəbil xanlığını göstərməyə çalışıb, ancaq bir qədər yanlış verilib. Çünki tərəflə, məsələn, Ərdəbilin yeri, belə deyim, qarışıq bir-birinə, buranı Ərdəbil kimi götürə bilərik. Bura isə Qaradağ xanlığıdır, Qaradağ. Qarabağ buradadır, Qaradağ buradadır. Yəni, qonşudurlar. 2 dənə Q hərfi qonşudur. Qarabağ, Qaradağ. Arazdan şimalda Qarabağdır, cənubda isə Qaradağ. Bu isə Lənkəran xanlığıdır. Lənkəran. Azərbaycanın belə deyim, şimal xanlığıdır. Daha sonraki xəritəmiz Avropa ilə bağlıdır. Baxdığımız zaman dərhal görürük ki, bura artıq Avropadır. Deməli, Avropanı, bura İngiltərədir. Ayrıca bilirik ki, ada dövlətidir İngiltərə. Bura isə İrlandiyanın ərazisidir. İngiltərə ilə həmişə savaşan, qarşı-qarşıya duran dövlətimiz Fransadır. Deməli, avtomatik Fransa burada yerləşmiş olacaq. Fransadan aşağıda yerləşir, yəni sol tərəfdə yerləşir İspaniya. İspaniyanın yanında balaca isə bura Portuqaliya ərazisidir. Fransaya ilk dəfə, belə deyim, hücum eləyən, hər iki müharibədə elə hücum hədəflərindən biri, deməli, bilirik ki, Fransa idi Almaniyanın. Deməli, Almaniya burada yerləşmiş olur. Və indi növbəti xəritədə mən sizə göstərəcəm bu haqda ətraflı. Bura isə, görürsünüz, qadın çəkməsini xatırladır və Aralıq dənizini görürsünüz, dənizi müəyyənləşdirməliyik. İtaliya. Bilirik ki, İtaliya qadın çəkməsini xatırladır və Aralıq dənizinin də yerləşən bir sahillərində yerləşən, belə deyim, bir dövlətdir. Daha sonra baxacağımız digər bir ərazi yenə Azərbaycan tarixi ilə bağlıdır. Azərbaycan, belə deyim, xəritəsi də burada. Bilirik ki, bura Naxçıvan ərazisidir.
muxtar bir ərazidir və Azərbaycandan ərazi baxımından ayrıdır. Ona görə avtomatik biz Naxçıvanı yerinə müəyyənləşdirdik. Şəhər olaraqsa burada Şahbuzu bizdən göstərmiş olur. Bu bir Gədəbəy zonasıdır, bir Gədəbəy ərazisidir. Ümumiyyətlə, Azərbaycan xəritəsində bir ərazini bizdən soruşursa, ən azından onun istiqamətini bilməliyik. Məsələn, bizdən tutaq ki, Qazax soruşur. Qazax soruşursa, bilirik ki, Qazax Azərbaycanın qərbində yerləşir. İndi biz şimal hətta qərbində yerləşir. İndi biz durub şərq tərəfə getməyimiz olmaz. Əvvəla biz bunu özümüz üçün müəyyənləşdirməliyik. Yəni, bu bilgilərimiz olmalıdır ki, xəritəni daha asanlıqla müəyyənləşdirək. Tutaq ki, burada iki ərazisi göstərir bizdən Cəllabadı. Bu yuxarıdakı isə Biləsuvar. İndi Cəllabad bilirik ki, Azərbaycanın cənub ərazisidir. İndi Cəllabad üçün bizim gedib 5-ə, 4-ə, 1-ə baxmağımız düzgün deyil axı. Bir dənə istiqamətini bilsək ki, Azərbaycanın şimal ərazisidir, yoxsa cənubunda yerləşir. Avtomatik görürsünüz, bir dənə cənubda Naxçıvanı da ayırandan sonra cənubda bir dənə budur. Artıq bir dənə cavabımız ortaya çıxmış olur bizim. 5 isə çox xırda burada göstərilir. 5-də təbii ki, göstərir təqribən Şamaxı ərazisini bizə göstərmiş olur. 4 ərazisi isə Xaçmaz ərazisidir. Xaçmazı göstərmiş olur bizdə. Gəldik digər əraziyə. Bizim üçün ən vaciblərindən biri də budur. Çünki bütün Avropanın həm şərqi, həm qərbi, həm şimali, cənubi Avropanın ümumiyyətlə xırdalığına qədər bütün ölkələr burada göstərilibdir. Deməli, bildiyimiz kimi, bayaq da qeyd etdik, ada bir dövlətimiz var Avropada, bu İngiltərədir. İngiltərənin deməli, ada dövlətimiz bəli İngiltərədir. Burada isə İrlandiya yerləşir. Çünki bilirik ki, İngiltərə, Böyük Britaniya Krallığı Şotlandiya, İrlandiyanın birləşməsindən, Uelsin birləşməsindən ibarətdir. Ən azından İrlandiya üçün biz gedib başqa yerə baxmayacağıq. İngiltərənin ətrafına baxmalıyıq. Orada da onsuz da bir dənə müstəqil olan İrlandiyadır. Ona görə ayrıca İrlandiyanı göstərəcək. Nə Şotlandiyanı, nə Uelsi ayrıca göstərməyəcək. Ona görə avtomatik buradan tapa bilərik ki, bilirik ki, İngiltərənin ətrafındadır. Deməli, bir dənə buradan onu tapa bilərik. Daha sonra bura görürsünüz Afrikanın ərazisidir. Afrikanın ərazisidir və ərəblər Afrikadan ilk olaraq hara keçmişdilər? İspaniya. Deməli, avtomatik bura İspaniya olacaq. İspaniya harada yerləşir? Piriney yarımadasında. Bildiyimiz kimi Piriney yarımadasında öz milli sərhədlərini müəyyənləşdirən ilk dövlət Portuqaliya idi. O da Piriney yarımadasında yerləşir. Bu böyük İspaniya da avtomatik